Hər kəsi salamlayıram. İzahımız Güvən 2024 test toplusundan B variantının fəza bölməsinin B variantının testlərinin izahları olacaq. Blok imtahanına hazırlaşan, əziyyət çəkən hər bir şagirdə uğurlar arzulayıram. Və şagirdlər, inşallah yaxşı olar hər şey. İnşallah hər şey özünüzün ürəyi istəyən kimi olar. Bizim ödənişsiz, dəstək məqsədli blok imtahanına hazırlaşan abituriyentlər üçün WhatsApp qrupumuz mövcuddur. Bilməyənlər üçün rəy bölməsində həmin qrupun linkini yerləşdirəcəm. Qoşulub yararlanarsınız. Kanala abunə olmağı unutmayaq. Hər kəsə uğurlar arzulayıram. Fəza bölməsinin B variantının ilk testi ilə başlayıram. Bir fəzada verilmiş üçbucağın təpə nöqtələrindən müstəviyə qədər məsafələr belədir. Üçbucağın ağırlıq mərkəzindən müstəviyə qədər məsafəni deyir tapın. Baxın şagirdlər. Bu bizim olsun üçbucağımız. Bu bizim üçbucağımız olsun. Deyir ki, fəzada verilmiş bir üçbucaqdır. Məsələn, A, B, C üçbucağı. Təpə nöqtələrindən müstəviyə qədər məsafələr. Bu da olsun bir müstəvi. Deməli, buradan bura qədər məsafə müstəviyə qədər məsafə. Deyir 5, 7 və 12 santimetrdir. Digər məsafə budur. Bu 5 olar. Çünki üçbucağın vəziyyətinə fikir verin. Daha aşağıdan. Bu biraz A təpəsi olan daha yuxarıdan və ən uzaqdan çəkilən də B-dir. Bu olsun bu şəkildə. Biraz üçbucağı fərq eləməsi belə də qoysaq olar. Əsas odur ki, bu hündürlükdür. İndi şagirdlər fikir verin. Bu da 12 santimetrdir. Bizə soruşur ki, üçbucağın ağırlıq mərkəzi. Bilirik ki, üçbucağın ağırlıq mərkəzi onun medianlarının kəsişmə nöqtəsidir. Deyək ki, buradan bir median çəkdim mən. Bu olsun üçbucağın medianı. Deyək ki, BM medianıdır bu. Median bilirsiniz, qarşı tərəfi yarıya bölür. Medianların kəsişmə nöqtəsi dediyi üçün digər medianı da çəkirəm. Üçüncü medianı da çəkmək olar şagirdlər. Ehtiyac yox, sadəcə xətlər qarışmasın deyə medianların kəsişmə nöqtəsi kimi götürürəm. Biraz qaralayaq bu hissəni. İndi deyir, buradan üçbucağın ağırlıq mərkəzindən müstəviyə qədər məsafə. Baxın, bu yerə qədər məsafəni istəyir. İndi oranı çəkib qarışdırmıram. İndi diqqətlə baxırsınız bu hissəyə. Baxın, bunu birləşdirdim. Bunlar zaten müstəviyə endirilmiş, belə deyək də, bu müstəvidir. Bu perpendikulyarı endirsən, bunu endirsən, bunu endirsən, belə bir müstəviyə sonsuz sayda perpendikulyar endirmək olar. Lakin bir nöqtədən yalnız bir dənə endirmək olar. İndi bu da A deyək ki, K perpendikulyarıdır. C ya da buna AA1 deyək. C1 deyək, perpendikulyarlarıdır, müstəviyə endirilib. İndi mən sizə nəyə göstərmək istəyirəm? Fikir verin burada. A1A, C1C trapesiyasına fikir verin. A1A, C1C trapesiyasına fikir verdiniz. Bu trapesiyanın mən orta xəttini asanlıqla çəkə bilirəm. Fikir verin. Niyə çəkə bilirəm? Çünki fikir versəniz, bu AA1 ilə C1 nədir? Perpendikulyarlardır. Bir-birinə paraleldir. Və bu da AC-nin ortasından çəkilib. Çünki bu median idi axı. Elə bir AC-nin ortasından çəkildiyi üçün bu trapesiyanın olur orta xətti. Buna da MM1 deyək. Trapesiyanın orta xətti oturacaqların cəminin yarısıdır. Yəni 5 üstəgəl 7 bölü 2. 5 üstəgəl 7 bölü 2. Elə də 6. Bura elə də 6 santimetr. Şagirdlər, çox diqqətli olun. Sadə üsulu da var bunun, lakin isbat lazım olur axı. Birinci qruplara isbat lazım olur. Yəni bunu dediyim formada baxıb, belə deyək də, parametr A, B, C yazıb isbat edə bilərsiniz. Bu oldu 6. İndi bizdən onu soruşmur. Bizdən soruşur ki, ağırlıq mərkəzindən, yəni buradan, hansı rənglə, bir ağ rənglə göstərəcəm bunu. Baxın, buradan deyir, biraz qaralayacağım, müstəviyə qədər məsafə. Baxın şagirdlər, bizdən məsafəni soruşur. Müstəviyə qədər olan məsafəni soruşur. Perpendikulyarı qoyaq. Bizdən bunu soruşur. Burada J ağırlıq mərkəzi idi. Burada AA1, J1 yazaq da qarışmasın. J1-i soruşur bizdən. J1 bərabərdir sual.
Hə, indi əsas məsələ nədir? Əsas məsələ ondan ibarətdir ki, burada diqqətlə baxın. Mən bu BB1 deyək də bura. Bu BB1 ilə daha doğrusu B1 ilə M1-i birləşdirirəm. Fikir versəniz şagirdlər, burada yenə də bir trapesiya yarandı. Trapesiya hansıdır? M1, M, B, B1 trapesiyası. Trapesiya. Fikir verdiniz. İndi bu trapesiyanın şagirdlər nəyinə fikir verərsiniz? Diqqətlə deyim sizə baxın. Biz bilirik ki, medianlar təpədən başlayaraq 2-nin 1-ə nisbətində bölünürdüsə, onda BG olan hissəsi 2x idi, GM olan hissəsi x idi. Onda mən bu trapesiyanı kənara çıxardıram. Belə bir trapesiyadır şagirdlər. Fikir verin. Trapesiyan belə idi. M1, M, yuxarıda nə idi? B, bir də B1. Bura B, bura da B1 idi. Bu məsafə bura neçə idi? Hə, bu perpendikulyardır da. Bunu düz çəkək. Perpendikulyardır, düz çəkək. İndi baxın, bu M1 idi. İndi fikir verin, bura 6 santimetrdir. Bu hissə bir dənə belə vardı. Bura G1 idi. G1. Sonra B1B verilmişdi zaten 12 idi. Bura x idi, burada 2x idi. Baxın, yuxarıdakı şəkli trapesiyanı aşağı köçürmüşəm. Baxın, diqqətlə aydın olmayan yer varmı? Baxın, həmin hissəni köçürmüşəm aşağıya. Diqqətlə fikir verin. Başa düşdünüz yəqin ki. Bu, belə deyək də, bu GG1 müstəviyə perpendikulyardırsa, müstəvi üzərində kəsişən düz xəttlərə də perpendikulyardır. Kəsişən iki düz xəttə. İndi buradan, bura 6, bura 12-dirsə, bura x-dirsə, şagirdlər. Dənə buradan bura bir perpendikulyar çəkin. Çəkdiniz perpendikulyarı. Buranı böyüdürəm, diqqətlə baxın. Bura biz perpendikulyardır hər biri. Burada perpendikulyardır, uyğun bucaqlardır. Buradan bura qədər 6 santimetrdirsə, onda bura qədər də 6 santimetrdir. Bunu pozdum. Bura 6-dır. Deməli, bu hissə burada 6 qalır. İndi siz burada belə bir fiqur görürsünüz. Baxın, görün nə qədər iş var bu misalda. Baxın, belə bir fiqur görürsünüz. Baxın, diqqətlə. Şagirdlər, buranı 6 tapdınız. Bura yoxdur. Bura bir K deyin. Bura X-dir. Bura 2X-dir. Bu buna paraleldir. Bu buna paraleldir. Bu da ortaq bucaqdır. Alfadır. İndi biz Fales teoremindən oxşarlığı da yaza bilərik. Və deyərik ki, bu üç bucaq ilə bu böyük üç bucaq oxşardır və ya Falesdən də istifadə edə bilərik. Fərq eləməz. Deyək ki, oxşarlıqla yazaq. Bu alfa bucağı ortaqdır. Bu beta bucağıdır. Uyğun bucaq olduğu üçün bu qırmızı ilə göstərdiyim də beta olsun. Bunlar da aydın məsələdir ki, 90'lar. 90'ları da göy rənglə göstərək istəsəz. Baxın, bu da 90 dərəcələrdir. İndi deyirik ki, balaca üçbucaqda bu alfanın qarşısındakı tərəfin K'nın ona oxşar olan üçbucaqda alfanın qarşısı 6'ya nisbəti. Balaca üçbucaqda 90'ın qarşısı X'in, böyük üçbucaqda 90'ın qarşısı 3X'ə nisbəti. Buradan da 3K bərabərdir 6 alıram. K da bərabərdir 2 alıram. K 2'dir. Deməli, bu balaca yer 2 imiş. Buradan, baxın şagirdlər, buradan bura qədər 6'dırsa, bu buna paraleldir. Onda bura da 6'dır da. Bizdən GG1 istəyirdi şagirdlər. Elədi 6 üstə gəl 2, 8 santimetr. Olduqca maraqlı sualdır. Olduqca maraqlı sualdır. Videonu dəfələrlə izləyib bilmədiyiniz yerlərə fikir verin. Bunun ikinci üsulu nədir şagirdlər? Ümumiyyətlə, yadda saxlayın ki, fəzada verilmiş bucağın təpə nöqtələrindən müstəviyə qədər hər hansı bir məsafələr verilərsə, yəni belə deyək də, baxın, bir dənə üçbucaq çəkirəm. Tutaq ki, bu müstəvidir. Baxın, bu müstəvidir. Müstəvidən üçbucağı biraz fırladaq. Fikir verin, məsafəni bizə verərdi. Tutaq ki, bir A santimetr. Bu məsafə olardı müstəviyə qədər. B. Bu da olsun C. Yadınızda saxlayın ki,
bu formada verilsə, üçbucağın ağırlıq mərkəzi, yəni J, medianların kəsişmə nöqtəsi. Buradan müstəviyə qədər məsafə soruşsalar, müstəviyə qədər məsafə soruşulsa, buna da J1 demişik də, bu J1 hər zaman bu 3 perpendikulyarın, endirilmiş perpendikulyarın ədəd ortasına bərabərdir. Yəni bunu belə də yadda saxlayıb işləyə bilərsiniz. Yəni bunu isbat etmək mümkündür. Bir də qeyd edirəm, mən bu yazdığım formada bura 7, 6, 12 yazmayıb, ABC yazmış olsaydım, yəni axırda gəlib isbatı buna çıxmış olasıydı. Yəni buradan J1-i tapanda A üstəgəl, B üstəgəl, C bölünsün 3 düsturunu alacaqsınız. Bu belə. Birinci sual idi bu. Olduqca maraqlı sual şagirdlər. Blok imtahanına müəllim bu formada sual gələrmi? Gəlməz məncə. Niyə gəlməz? Çünki belə deyək də biraz həlli uzun tələb olunan sualdır. Yəni o demək deyil ki, sırf biz hazır düsturla yazmalıyıq onu. Lakin bilməkdə də fayda var. Sadəcə o formada ağırlıq dərəcəsi artırılmış sual gəlməz. İnşallah mənim kanalımda yaxın günlər ərzində fəza bölməsindən dəstək məqsədli bütün qəbula düşən sualların izahlarını verəcəm. Baxarsınız orada hansı səpkidə suallar düşür. İkinci suala baxıram. Oturacaqları ortaq olan 2 bərabər yanlı üçbucağın hündürlükləri verilib. Deməli, oturacaqları ortaqdır. Belə deyək də. Oturacaqları ortaq. Bunu belə qırmızı ilə göstərəcəm. Oturacaqları ortaqdır, fikir verin. Adlandırsam əgər bu ABC üçbucağı bərabər yanlıdır deyir. Bu AB BC tərəfinə bərabərdir. Da bir D olsun tutaq ki, onda AD də bərabər yanlı olduğu üçün DC-yə bərabərdir. Oturacaqları 2 xətt qoydum, üzürlü sayın, 1 xətt qoya, qarışmasın. Oturacaqları ortaq olan 2 bərabər yanlı üçbucağın hündürlükləri 6 sm, 8 sm. Bunun hündürlüyü BB1 hündürlüyü 6 sm və 8 sm. 200'lü bucaq isə 200'lü fi bucağı 60 dərəcədir. İndi diqqətlə baxın. Bu 200'lü bucaq nədir? Yadda saxlayın ki, 200'lü bucaq odur ki, ümumiyyətlə biz iki kəsişən müstəvidə necə deyirdik? İki kəsişən müstəvidə xatırlayaq bu hissələri. Bu iki kəsişən müstəvi idi. İki kəsişən müstəvi arasındakı qalan bucaq, yəni 200'lü xəttli bucağı soruşanda deyirdi ki, onların ortaq tərəflərinə endirilmiş perpendikulyarlar arasında qalan bucaq deyirdik. Bir də təkrar edirəm. Bu alfa müstəvisidir, bu beta müstəvisidir. İki müstəvi arasında qalan bucaq, belə deyək də, bu belə təsəvvür edin ki, kitab var, qarşınızda hal-hazırda kitab var. Kitabın bir üzü, bir də digər üzü. O 200 arasında qalan bucağa 200'lü bucaq deyirik. İki müstəvi arasında qalan bucaqdır o. İki müstəvi arasında qalan bucaq onların ortaq tərəflərinə endirilmiş perpendikulyarlar arasında qalan bucaqdır. Yəni baxın, bu bucaqdır, 200'lü bucaq. İndi burada da bunun ortaq tərəfinə perpendikulyar endirməliyəm. Bunu da D-dən endirirəm bura. Diqqətdən baxın. Bu da bura perpendikulyardır. Bu da perpendikulyardır. Bu iki perpendikulyar arasında qalan bucaqdır. Bunu təsəvvür etmək lazımdır artıq. Bu bucaq xəttli bucaqda 60 dərəcədir verib. Bizə deyir ki, üçbucağın təpə nöqtələri arasında məsafəni tapın. Baxın, bu məsafəni istəyir bizdən. Baxın, bu məsafəni istəyir. Buranın 6 sm, buranın 8 sm olduğu verilib. Biz indi iki tərəf arasındakı bucaqla kosinuslar teoremindən istifadə edək. BD-nin kvadratı bərabərdir 6'nın kvadratı üstəgəl 8'in kvadratı çıxılsın 2AB, yəni 48 vur 2 vur kosinus alfa, kosinusda 60'da 2'də 1 alır. Bu da elədi 100 çıxılsın 48, 52 eləyər. 52'dən də BD-ni tapıb kökdən çıxartsaq 2 kök 13 alarıq.
Yəni D. Üçüncü sualla davam edirəm. Deyir o nöqtəsi kvadratın mərkəzidir. Kvadratı mən bu şəkildə çəkirəm. Deyir o nöqtəsi kvadratın mərkəzidir. Diaqonalların kəsişmə nöqtəsidir. Simmetriya mərkəzidir. Tərəfi A-dır deyir kvadratın. Hər yer A-dır. Bizə isə deyir OA, bura O-dur. Deyir OA kvadrat müstəvisinə qaldırılmış perpendikulyardır. Deməli biz buradan bir dənə perpendikulyar qaldırırıq kvadrat müstəvisinə. Qaldırdıq perpendikulyarımızı. Perpendikulyar həmin perpendikulyarın uzunluğu bu deməli bu OA-dır deməli. Uzunluğu B santimetrdir. Buradan A nöqtəsi ilə kvadratın təpələri arasında məsafə. Şagirdlər, A nöqtəsindən kvadratın bütün təpələrinə qədər məsafə bərabərdir. Çünki kvadratın bütün tərəfləri bərabərdir. OA da uzunluğu B olan perpendikulyardır. Təsəvvür edin, yuxarı qaldırıldı. Oradan kvadratın təpələrinə qədər məsafələr bir-birinə bərabər olacaq da. Çünki kvadrat olduğu üçün bərabər olacaq. Onda mən hamısını çəkə bilərəm əslində. Yəni hamısını çəksəm piramida alınacaq. Hamısını çəkmirəm, xətlər qarışmasın. Bir dənə bunu çəkdim. Bir dənə də bunu bura birləşdirdim. Aydın məsələdir ki, bu da buna perpendikulyardır. Bu kvadratın fikir verin. Bura bir F deyirəm. O F kvadratın diaqonalının yarısıdır. Çünki o nöqtəsi kvadratın simmetriya mərkəzi idi. Yəni mərkəzi idi. Kvadratın diaqonalı bilirsiniz ki, tərəfin kökdə 2 mislidir. A kök 2-dir. Burada yarısı olduğu üçün A kök 2 bölünsün 2 olacaq. Bu da B'dir. Bizdən AF-i soruşur. AF-i də taparıq da biz. AF-in kvadratı bərabərdir. Pifagor teoreminə görə B kvadratı üstəgəl bu A kök 2 bölü 2-nin kvadratı, orada ixtisarlar gedir, qalır A kvadratı bölü 2. Bu AF-i soruşur. Bunu da kökə atın. Cavabımız olar C variantı. Dördüncü sual. Belə bir sual imtahanınıza gələ bilər. Bir kateti müstəvi üzərində olan düzbucaqlı üçbucağın, sual 4. Deməli bir dənə düzbucaqlı üçbucaq çəkirəm. Deməli bu düzbucaqlı üçbucaqdır. Bir kateti müstəvi üzərində olan. Şagirdlər, baxın bir kateti müstəvi üzərindədir. Digər katetin müstəvi üzərindəki öz deməli necə deyir? Bir katetin müstəvi üzərində olan düzbucaqlı üçbucağın digər katetin müstəvi üzərindəki öz proyeksiyasından 2 dəfə böyükdür. Digər kateti müstəvi üzərindəki öz proyeksiyasından 2 dəfə böyükdür. Deməli bu katetin, baxın adlandırıram üçbucağı A, B, C üçbucağı. Bu bir kateti, yəni AC kateti alfa müstəvisi üzərindədir. Digər AB kateti müstəvi üzərindəki öz proyeksiyasından. Ümumiyyətlə şagirdlər, düz xəttin, bu AB düz xəttinin biz proyeksiyasını göstərməliyik. Proyeksiyasını göstərmək üçün deməli bu perpendikulyar da hazır var. Bir dənə mail çəkirik. Çəkdiyi mail. Burada bir dənə diqqətlə baxın necə deyir. Bir katetin müstəvi üzərində olan düzbucaqlı üçbucağın digər katetin müstəvi üzərindəki proyeksiyasından. Deməli AC kateti alfa müstəvisi üzərindədir şagirdlər. Bizə deyir ki, bu digər AB katetinin müstəvi üzərindəki AB kateti müstəvi üzərində olan proyeksiyasından, yəni baxın bu OA proyeksiyasından 2 dəfə böyükdür. Deməli bura x-dırsa, onda bu 2x-dir. Ümumiyyətlə biz bu AB-nin proyeksiyasını çəkmək istəyiriksə, bu AB düz xəttinin proyeksiyasını çəkmək istəyiriksə, bir dənə mən müstəviyə BO hündürlüyünü endirirəm. Mail yox, hündürlüyünü endirirəm. BO hündürlüyünü endirdim. Bu BO hündürlük, bu OA isə bu AB mailinin, daha doğrusu AB katetinin müstəvi üzərindəki proyeksiyasıdır. Diqqətli olun. Ümumiyyətlə şagirdlər, belə bir şey deyim də sizə. Baxın, bu alfa müstəvisidir. Bizim bir dənə belə bir düz xəttimiz var. Bu düz xəttin müstəvi üzərindəki proyeksiyası hansıdır?
Bu düz xəttin müstəvi üzərindəki proyeksiyasını bilmək üçün müstəviyə bir dənə hündürlük endiririk. Baxın, endirdik. Həmin o düz xəttdən mail kimi baxırıq. Bu da onun olur nəyi? Proyeksiyası. Yəni mailin müstəvi üzərindəki proyeksiyası. Yəni bu deməkdir də, diqqətli olun. Biraz şərti qarışıq veriblər. Deməli 2 dəyə böyükdür. İndi şagirdlər, siz fikir verin ki, bu balaca OBA düzbucaqlı üçbucağında aydın məsələdir ki, 2x hipotenuzdur. Yəni mail kimi baxdıq ona. Bir dənə BO hündürlüyünü endirdik. OA da onun nə oldu? Mailin müstəvi üzərindəki proyeksiyası. Yəni katetin müstəvi üzərindəki proyeksiyası oldu. Diqqətli olun. Onda bura 30 dərəcədir. Çünki 30 dərəcə bucaq qarşısındakı katet hipotenuzun yarısına bərabərdir. Bizə deyir, üçbucaq müstəvisi ilə müstəvi arasındakı bucaq neçə dərəcə olar? Üçbucaq müstəvisi ilə müstəvi arasındakı bucaq, iki müstəvi arasındakı bucaq, biz dedik ki, onların ortaq tərəflərinə endirilmiş perpendikulyarlar arasındakı bucaqdır. Aydın məsələdir ki, həmin bucaq bu bucaqdır. İndi deyək ki, niyə o bucaqdır? 60 dərəcə cavabımız. Çünki bu da 60-30-90 idi, bu öz yerində. Bax, bu AC tərəfi, şagirdlər, bax, bu AC tərəfi ortaq tərəfdir. Müstəvi ilə bu üçbucağın ortaq tərəfidir. İndi ortaq tərəfdir. Yəni AC bu müstəvi üzərindəki düz xəttdir. Bu BA-da bu düz xəttdə endirilən perpendikulyardır. Aydın olur da, bu perpendikulyardır. Lakin bu BA düzbucaqlı üçbucaq olmayıb. Əgər ixtiyari üçbucaq olsaydı şagirdlər, biz deyə bilməzdik artıq bu bucaq 60 dərəcə olar, deyə bilməzdik. Çünki dedik ki, onların ortaq tərəflərinə endirilmiş perpendikulyarlar arasında bucaq. Tutaq ki, bu ABC üçbucağı əgər düzbucaqlı üçbucaq olmayıb, ixtiyari üçbucaq olsaydı əgər, biz bu ABC-nin hündürlüyü ilə onun proyeksiyası arasındakı bucağı götürəcəkdik. Yəni üçbucaq müstəvisi ilə müstəvi arasındakı bucağı götürəcəkdik. Diqqətli olursunuz. Burada AC deməli, daha doğrusu bu AB AC-yə ilə hazır çəkilən perpendikulyardır da. Çünki katet elə hündürlükdür də. Yəni bu üçbucağın bir də hündürlüyünü çəkməyə ehtiyacı yoxdur. Yəni BA hündürlüyü olduğu üçün hündürlükdür və onun proyeksiyası ilə arasında qalan bucaq üçbucaq müstəvisi ilə müstəvi arasındakı qalan bucağa bərabərdir. Yadınızda qalsın. Cavab oldu 60 dərəcə. 5-ci sual. Deyir şagirdlər, müstəvidən 20 sm məsafəti olan nöqtədən müstəvi ilə əmələ gətirən iki maye çəkilmişdir. Mayələr perpendikulyar uclar arasında məsafəni tapın. Əla. Baxın, bu 20-dir, bu 90-dır, bu 30-dur, onda bura elədi avtomatik 40. Çünki 30 dərəcə bucaq qarşındakı katet hipotenuzun yarısıdır. Bu da bura perpendikulyardır. Bu 30-dur, bura 20-dir, onda burada 40-dır. Şagirdlər sizdən bunu soruşur. Bu da 90 dərəcə verilib. 40, 40, burada aydın məsələdir ki, 40 kök 2-dir. Cavab oldu. Əgər bu sualı belə qarışdırırsınızsa, bu sualı belə də yaza bilərsiniz. Bax, əslində sizin bildiyiniz üsuldur bu. Sadəcə bunu biraz bu formada veriblər. Baxın. Deməli, bu C-dir deyək. Bu A-dır. Perpendikulyardır bu buna. Bura B-dir. Burada D-dir. Buranı veriblər 30 dərəcə şagirdlər. Buranı veriblər 30 dərəcə. Diqqətdən fikir verin. Görürsünüz 30 veriblər. Maillər də perpendikulyardır. Deyir bu da 90 dərəcə. Bax həmin şəkildir bax. Həmin şəkildir. Bu AB-dir 20-dir. Bura 40-dunda. Burada 40-dunda. Bizdən bunu soruşurdu da şagirdlər. Fikir verin. Baxın bunu soruşurdu. Elə bu da nədir? 40 kök 2. Sadəcə bunu bu formada veriblər. Yəni əslində bu formadadır. Belə də yaza bilərsiniz. 5 idi bu. Sual 6. Deməli, sual 6. Fəzanın verilmiş nöqtəsindən müstəviyə 2 mail çəkilmişdir. Müstəvidir bu. Müstəviyə 2 dənə mail çəkilən. 1 mail bu olsun. 1 mail bu olsun. Deyir ki, A nöqtəsindən çəkilibdir bunlar. A nöqtəsindən müstəviyə qədər məsafə 6 cm-dir. Bu müstəviyə qədər məsafədir. 6 cm-dir.
Maillərin proyeksiyaları uyğun olaraq 6 və 10 sm. Mailin proyeksiyası. Baxın şagirdlər, görürsünüz bu da maildir. Bu da maildir. Mailin proyeksiyası tapmaq üçün nə edirik? Bir dənə müstəviyə perpendikulyar endiririk və bunu birləşdirdiniz. Burada oldu nə? Proyeksiya. Bu 6 sm-dir, bu da 8 sm-dir. Maillər arasındakı bucaq 45 dərəcədir. Üzr istəyirəm, onların proyeksiyaları demir. Maillər arasındakı bucaq deyir. Bu 45 dərəcədir. Maillərin ucları arasındakı məsafəni soruşur. Yəni bizdən bu məsafəni soruşur. İndi aydın məsələdir. Bu 6 8 bura 10-dur. 6 6 bura 6 kök 2-dir. Maillərdir. Onda mən BD mail ucları arasındakı məsafəni tapmaq istəsəm, Kosinuslar teoremindən istifadə edirəm. BD-nin kvadratı bərabərdir 6 kök 2-nin kvadratı üstəgəl 10-un kvadratı minus 2AB. 2 vur 60 kök 2 kosinus 45 kök 2 bölü 2. Bunu işləyərsiniz. Və salam, cavabımız oldu bu. 7-ci sual. Bərabəryanlı düzbucaqlı üçbucağın bir kateti o bir katetinin olduğu müstəvi ilə 45 dərəcə əmələ gətirir. Bərabəryanlı düzbucaqlı üçbucağın bir dənə bərabəryanlı düzbucaqlı üçbucaq çəkirəm. Yeddi dənə sual izah eləmişik. Halbuki vaxtımız görün neçə dəqiqə gedib. Yəni bu suallar belədir. Tez tələsik izah edib, belə deyək də, effektli olmur. Diqqətlə yaxşı başa düşəsiz deyə ətraflı, geniş izah eləməyə çalışıram. Bərabəryanlı düzbucaqlı üçbucaq şagirdlər, bu buna bərabərdir. Deyir ki, bir kateti o bir katetinin olduğu müstəvi ilə. Deməli, bir katetin müstəvi üzərindədir bunun. Bir kateti o bir katetinin olduğu müstəvi ilə 45 dərəcəli bucaq əmələ gətirir. Bax, nə demək istəyir? Bax, bir kateti müstəvi üzərindədir demək istəyir. AC-dir. Bayaqki sualdandır. Bir katetin müstəvi üzərindədir. Deyir ki, o bir kateti həmin müstəvi ilə 45 dərəcəlik bucaq əmələ gətirir. Deməli, bu düz xətt deyək də, bu AB düz xəttdir. İndi burada perpendikulyardır da təbii ki. Bu düz xətt ilə müstəvi arasındakı bucaq 45 dərəcədir demək istəyir. Biz də düz xəttlə müstəvi arasındakı bucağı tapmaq üçün müstəviyə bir dənə perpendikulyar endirirdik. Bayaq dedik. Perpendikulyar. Həmin o AB-yə biz bir mail kimi baxırıq. Bunu birləşdirdik. Alırdıq OA proyeksiya. Proyeksiya ilə həmin, yəni bu AC ortaq tərəfinə endirilmiş perpendikulyarlar arasında qalan bucaq olduğu üçün yenə də belə deyək də misalda xoşbəxtlik ondan ibarətdir ki, bu AC tərəfinə AB çəkilmiş hündürlükdür zaten. Əgər ABC üçbucaqlı düzbucaqlı olmasa, biz ABC-nin hündürlüyü ilə onun proyeksiyası arasındakı bucağa deyəcəkdik, həmin müstəvi ilə əmələ gətirdiyi bucaq. Sadəcə burada perpendikulyar olduğu üçün, ortaq tərəflərə endirilmiş perpendikulyarlar arasında qalan bucaq olduğu üçün biz buna 45 dərəcə deyə bilirik artıq. Diqqətli olun. Əzbərləmək lazım deyil, sadəcə dərk edin. Bu 45-dir, katet deyirdik. Gəlin belə eləyək də, bura bir A desək, bu da A idi. Bunda bura A kök 2-dir, şagirdlər. Pifagor teoremi. Bu 45-dirsə, bu da 45-dir. Bu A-dırsa, bu A-dırsa, bura 90 dərəcədir. Artıq o A, yəni bu BA var ha, tərəfin uzunluğu A olan BA. Oldu hipotenuz. Onda katetlərim olmalıdır A kök 2 bölü 2. Çünki kök 2 mislidir axı. Bu da A kök 2 böl 2 olmalıdır. Çünki bunların kökdə kvadratlar cəmi A-ya bərabər olacaq. Yəqin aydın oldu o hissə. İndi məndən nə soruşur? Hipotenuz həmin müstəvi ilə hansı bucaq əmələ gətirər? İndi fikir verin. Baxın, yenə də gəldik həmin sözə. Ümumiyyətlə bir xassədir. Görürsünüz, hər yerdə o xassə ödəyir. Hipotenuz, bax bu BC düz xəttidir. Bax bu alfa müstəvisidir. Bu da BC düz xəttidir. Bax bu düz xətt ilə müstəvi arasındakı bucaq hansıdır sualının cavabı şagirdlər. Bu B-dən müstəviyə bir dənə perpendikulyar endirirsiniz. Endirdik. Bu da həmin o BO perpendikulyarda fikir verin şəkildə. İndi bu düz xətt ilə müstəvi arasındakı bucaq perpendikulyarı endirdiyinizdən sonra həmin o düz xəttlə onun proyeksiyası arasında qalan bucaqdır. Baxın, bu bucaqdır.
İndi mən bu BC maildir, görürsüz, həmin o düz xəttdir. BO hündürlüyünü çəkmişəm. İndi ondan, yəni odan C-yə qədər bir düz xətt çəkəcəm. O olacaq proyeksiya. Baxın o düz xətti də hansı göy rəngdə çəkib. Buradan bura qədər bir düz xətt çəkirəm. Biraz belə eləyək də, bir dənə bu perpendikulyarı biraz aşağı çəkirəm. Balaca qarışır, o hissə hər şəkildə yaxşı düşə bilmir. Da ki, bu müstəviyə endirilmiş perpendikulyar idi, fərq eləməz. Bu odur, bu perpendikulyar idi. İndi buradan, baxın, bura qədər çəkdim o düz xətti. Bu göy xətlə çəkdiyim var ha. Bu oldu proyeksiya. Bax şagirdlər, budur, həmin o proyeksiya. Bir də təkrar edirəm. Bu BC düz xəttinə, BC düz xətti ilə müstəvi arasındakı bucaq bir dənə perpendikulyar endirirsiniz. Perpendikulyar endirdiniz. Düz xətt ilə onun proyeksiyasını çəkirsiniz. Həmin o düz xətt ilə proyeksiya arasında qalan bucaq düz xətt ilə proyeksiya arasında qalan bucaq həmin o düz xəttlə müstəvi arasında qalan bucaq deməkdir. İndi vəssalam. Bura verilibdir A kök 2 bölünsün 2. Bura verilibdir A kök 2. Bizdənsə bu alfa bucağını soruşur. İndi mən o alfanı necə taparam? Deməli, qarşı katet var, hipotenuz var. Hipotenuz A kök 2'dir. Sinus alfa ilə taparam. Sinus alfa bərabərdir. Bucağın qarşısındakı katetin hipotenuza nisbəti, A kök 2'ye nisbəti. Burada alar gedər, qalar 1 bölü 2. 1 bölü 2. Sinus alfa 2'də 1'i harda alır? 30 dərəcədə. Belə bir maraqlı sual idi. Bu da 8-ci sual. Şagirdlər, sual 8. Müstəvidən A məsafədə olan nöqtədən hər biri müstəvi ilə əmələ gətirin 2 mail çəkilmişdir. 2 mail çəkilib. Bu sual populyardır, çox düşür, fikir verin. Müstəvidən A məsafədə olan, deməli bu məsafə A məsafədir, hər ikisinə perpendikulyardır. Ümumiyyətlə, əgər iki kəsişən düz xətt varsa, ona endirilmiş, belə deyək də, müstəvidən iki kəsişən düz xəttdə endirilmiş perpendikulyar birinə yox, hətta ikisinə və daha çox kəsişən, ən az kəsişən iki düz xəttdə perpendikulyardır. Yəni nə demək istəyirəm? Bir düz xəttdir, deyirik ki, bir dənə perpendikulyar endirmişəm. Deyirəm ki, bu müstəviyə, baxın, bunu sizə belə izah edeyim. Deyək ki, bu müstəvidir. Baxın, bu müstəvidir. Bu da müstəvi üzərində olan bir düz xəttdir. Mən buna bir dənə perpendikulyar endirirəm. Baxın, buna perpendikulyar endirdim. Yadda saxlayın ki, müstəvi üzərindəki düz xəttdə, bir düz xəttdə bir dənə perpendikulyar endirdiyimiz zaman bu perpendikulyar, yəni bu düz xətt hər zaman müstəvinin özünə perpendikulyar deyil. Diqqətli olun. Düz xəttdə perpendikulyar ola bilər. Lakin müstəvinin özünə perpendikulyar deyil. Müstəvinin özünə o vaxt perpendikulyardır ki, ən az iki kəsişən düz xətt olsun. Onda bu nöqtədə kəsişən bütün düz xəttlərə də perpendikulyardır. Yəni bu yuxarıda o xassəni demək istəyirəm. İndi bu aydın məsələdir. Bunu diqqətli olun. Bu xassələri dərindən bilmək vacibdir. Bu xassələri bilsəz, problem olmayacaq. İki müstəvi arasında bucaq, iki yüzlü bucaq. Bunları bir dəfə bilirsiniz və salam, hər dəfə istifadə edirsiniz. A məsafədə olan bura A-dır. Hər biri 30 dərəcə bucağı əmələ gətirib. Bu da 30'dur, bu da 30'dur. 2 mail çəkmiş. Bunların proyeksiya arasında bucaq 120 dərəcədir. Baxın, bu bucaq 120 dərəcədir. Maillərin ucları arasında məsafəni soruşur. Sizdən bu məsafəni soruşur. Şagirdlər, bura 60'dır da, burada 60'dır, bilirsiniz. 60'dırsa 60 dərəcə bucaq qarşısındakı katet digər katetin kökdə 3 mislidir. Bu 30'u silirəm, qarışdırmayaq. Bura A kök 3'dür deməli. Bu da 60 dərəcənin qarşısıdır. Bu da A kök 3'dür. İndi bilirsiniz ki, əgər bilmiriksə xatırlayaq, 120 dərəcəlik üçbucaqda, 120 dərəcəlik bərabər yanlı üçbucaqda, daha doğru deyək, təpə bucağı 120 dərəcə olan bərabər yanlı üçbucaqda bu tərəf
A verilibdir. Oturacaq hər zaman yan tərəfin kökdə 3 mislidir. Yəni bunu göstərmək də mümkündür. Buradan bir dənə perpendikulyar indirirsiniz. Bərabər yanlış bucaqda təpədən çəkilmiş hündürlük həm tən bölən, həm mediandır xassəsi, həm hündürlükdür xassəsindən istifadə edib onu görmək mümkündür. İndi burada da A kök 3 verilib bizə. Onu bir dənə kök 3-ə vurarsınız. Cavabımız eləyər 3A. Sonra 9-cu sual. Sual 9. Rombun tərəfindən keçirilmiş müstəvi, deməli bir dənə romb çəkirəm. Rombun tərəfindən keçirilmiş müstəvi. Baxın, rombun tərəfindən bir dənə müstəvi keçirdim. Rombun tərəfindən keçirilmiş müstəvi qarşıdakı tərəfdən 4 cm məsafədədir. Deməli, bu məsafə də 4 cm-dir şagirdlər. Bu məsafə də 4 cm-dir. Qarşıdakı tərəfdən 4 cm məsafədir. Bu da 4-dür. Bu da 4-dür. Bizə deyir ki, rombun diaqonallarının proyeksiyası. Rombun diaqonalı. Baxın, rombun bir diaqonalı budur. Digər diaqonalı budur. Adlandırıram diaqonalları. Yalnız diaqonalları adlandırıram. AD diaqonalı. AD diaqonal. Diqqətli olun. Bu test toplusunda da var. Bu da BS diaqonaldır. BS diaqonal. İndi şagirdlər, burada fikir verin. Görün sizə nə deyir. Deyir ki, diaqonalların proyeksiyası. Baxın, mən bir dənə aşağıdan bunu belə də izah edəcəm. Bir dənə müstəvi dedik. Deyək ki, bu müstəvidir. Bu adi düz xətt ixtiyarı. Halbuki diaqonaldır da bizim sualda. İndi bu düz xəttdə mən proyeksiya göstərmək istəyirəm. Bu düz xəttin proyeksiyası hansıdır müstəvi üzərində? Dedik ki, ona bir dənə perpendikulyar endiririk. Baxın, endiriblər, 4-dür. Uzunluğu 4-dür. Həmin o perpendikulyarı endiriblər özləri. Proyeksiya hansıdır? Aydın məsələdir ki, proyeksiya budur. Düz xəttdə, müstəvi üzərində, düz xəttin müstəvi üzərindəki proyeksiya, yəni mailin deyək, müstəvi üzərindəki proyeksiyasını bilmək üçün bir dənə perpendikulyar indirirsiniz. Perpendikulyarın ucu ilə həmin mailin birləşdiririk. Alınır nə? Proyeksiya. Yəqin aydındır artıq. İndi o hissəni birləşdirirəm. Hansı rənglə? Bir fərqli rəng götürək. Dəqiq şagirdlər. Başqa rəng. Baxın, birləşdirdim. Sağ rəngdən fikir verin. Bura bir D1 deyək. Həmin o proyeksiya 8 cm-dir. İndi burada görürsünüzmü? AD-nin kvadratı bərabərdir AD1. Proyeksiyanın biri 8-dir. Tutaq ki, 8-in kvadratı üstəgəl 4-ün kvadratı. Yəqin bu hissə aydındır. İndi ikinci proyeksiyanı göstərmək istəyirəm. Bir başqa rənglə yazaq. Fərqli bir rəng olsun. Məsələn, qaradan istifadə etməmişik. Qara. İndi qara tabloda görünməyəcək. Bu rəngə baxaq. İkinci proyeksiyaya fikir verin. Bu BS-ni görürsünüz. Bu BS düz xəttinə fikir verin. Bu BS düz xəttidir. Mən bunun müstəvi üzərindəki proyeksiyasını qurmaq üçün müstəviyə bir dənə perpendikulyar endirməliyəm. Həmin perpendikulyar 4 cm-dir, verilib orada. Buna da bir BB1 deyək. Həmin onun proyeksiyasını artıq görə bilirik. İndi həmin şəkli quracam orada. Baxın, bu da bunun oldu proyeksiyası. B1 isə indi diaqonalı yazıram. BS diaqonaldır. BS-nin kvadratı. Proyeksiyanın biri də 2-dir. 2-nin kvadratı. Üstəgəl 4-ün kvadratı. Bizdən rombun tərəfini soruşur. Biz bilirik ki, rombda şagirdlər belə bir düstur var. D1-in kvadratı üstəgəl D2-nin kvadratı bərabərdir 4A kvadratına. Bu aydın məsələdir. Eləyir neçə? 64, 16, 80. Bu da elədir 20. Gətirib yerinə yazıram. 20 plus 80 bərabər 4A kvadratına. A kvadratı bərabərdir 25-ə. Tərəf də bərabərdir 5-ə. Rombun tərəfi 5 cm-dir şagirdlər. Yəqin aydın oldu. 10-cu sual. Son sualımız 10-cu sual. Sualım.
ABCD trapesiyasının DA oturacağı alfa müstəvisi üzərində, CB oturacağı isə müstəvidən CB oturacağı. Müstəvidən 5 santimetr məsafədədir. CB oturacağı. CB oturacağı müstəvidən 5 santimetr məsafədədir. Aydın məsələdir. DA CB-yə nisbəti 3-ün 7-yədir. Şagirdlər, bax, burada biraz işlər qarışıq görsənir, amma heç də elə deyil. Diqqətlə bura fikir verin. Ətraflı izah edəcəm. Mən bir dənə trapesiyanı kənara çəkirəm. Söhbət burada ABCD trapesiyasından gedirsə, belə bir trapesiya çəkiblər. Çəkək o trapesiyanı. Baxın, biraz video uzun gedir. Ha, eyb yox, getsin, lakin başa düşək. Bu B, bu da A. Bu trapesiyadır. Trapesiyanın fikir verirsinizsə bu diaqonalı verilibdir, bir də bu diaqonalı verilib. Görürsünüz. İndi DA-nın CB-yə nisbəti 7-nin 3-ədir. Bura 7 kadsa, bura 3 kad. Şagirdlər, indi bu diqqətlə bu təpə nöqtələrini qaraladım, qırmızıladım daha doğrusu. Buna bir dənə fikir verirsiniz. Bu qum saatıdır. Elə deyilmi? Qum saatıdır. Trapesiyada qum saatı məsələləri çoxdur. İndi biz bunu oxşarlıqla hələ məsələyə tam giriş eləmirəm. Fikir verin, nə göstərmək istəyirəm. Deyək ki, bu bucaq ilə bu bucaq qarşılıqlı bucaqdır, bir-birinə bərabərdir. Bu bucaq ilə, baxın, bu bucaq ilə bu bucaq çarpaz bucaqları bir-birinə bərabərdir. Aydın məsələdir ki, bununla da bu bir-birinə bərabərdir. İndi mən buranın M olduğunu görürəm. Buranı M verib bizə. Aydın məsələdir bunlar. M. İndi oxşarlıqdan hara getdi? Bir dəqiqə. Bu hissə pozuldu. Bunu düzəldək. İndi oxşarlıqdan deyəcəm ki, bu balaca üçbucaqda, MCB üçbucağında bu alfa deyək, buna bu da alfa olsun. Alfanın qarşısındakı 3K-nın böyük üçbucaqda, MDA üçbucağında alfanın qarşısındakı 7K-ya nisbəti bərabərdir. Balaca üçbucaqda bu B bucağının qarşısındakı tərəfin və yaxud fərq eləməz. Bu C bucağının qarşısındakı tərəfin, yəni MB-nin nəyə nisbəti? A bucağı çarpazdır, onun qarşısındakı tərəfə DM-ə nisbətinə. Bunlar hər biri bir-birinə bərabərdir. Onda bunlar qalar ixtisar gedə, burada qalar 7-də 3. İndi şagirdlər, bura qaldı 7-də 3. Deyək ki, bura 7x-dır, burada 3x-dır. Bunları pozuram. Bu aydın oldu yəqin sizə. Oxşarlıqdan götürüb işlədik. İndi bizə deyir ki, CB oturacağı müstəvidən 5 cm məsafədədir. CB oturacağı müstəvidən 5 cm məsafədədir. Həmin o məsafələr, baxın, budur da, verib burada. Bu da 5 cm-dir, bu da 5 cm-dir, məsafələrdir. İndi bu şəklə fikir verin. İndi aşağıdan çəkirəm. Diqqətdən baxın. Bu D-dir. Buradakı şəklə fikir verin. Testdəki şəklə fikir verin. Bu D, B, bu da B1-dir. B1 müstəviyə endirilmiş perpendikulyardır. Bu 5 cm-dir. Buranı verib bizə. Çünki CB oturacağı müstəvidən 5 cm məsafədədir. Bu MO-dur. Baxın, bu M-dir. Bu da O-dur. Bu da buna perpendikulyardır. Və şagirdlər, fikir verin, mən DM-i tapmışam. Yuxarıya fikir verin, DM-i tapmışam oxşarlıqdan. Bura 7x-dır, burada 3x-dır. Bu bucaq da, deyək ki, alfa bucağı olsa, ortaqdır. İndi biz, şagirdlər, bu iki düz bucaqlı üç bucaqdan oxşarlığı tətbiq edə bilərik. Əgər bura bir beta desək, aydın məsələdir ki, bu da betadır. Onda deyirik ki, üçbucaq
D üçbucaq D M O ilə oxşardır. Üçbucaq D B B1 üçbucağı oxşar. Oxşarlığa görə balaca üçbucaqda və yaxud da buradan nisbətlər də yaza bilərsiniz. DM-in DB-yə nisbəti, MO-nun BB1-ə nisbəti bərabərdir. D10-un da DB1-ə nisbəti. Bizə lazımdır MO. MO bölünsün BB1 5 cm-dir, bərabərdir. DM 7x-dir. DB 10x-dir. X-lar ixtisar getdi. Qaldı 10 MO bərabərdir 35-ə. MO da bərabərdir 3,5-ə. Cavabımız oldu 3,5 şagirdlər. Belə bütün sualların izahlarını verdim şagirdlər. Hər hansı bir hissədə başa düşmədiyiniz bir şey olsa, videonu təkrar saxlayıb dərk eləməyə çalışın. Qayda kitablarından istifadə eləməyə çalışın və problemi aradan qaldırın. Hər biriniz uğurlar arzulayıram. Sağ olun.